Qabaqlar dediyim kimi, mənim addım atmağa vadər edən bir yox, bir neçə səbəb olur. Və əgər bu səbəbləri bir sözlə desək, elə deyə bilərik ki, mənim addım atmağa vadər edən məmur öz başınalığı olur. Lakin məmur öz başınalığı dedikdə, söhbət yalnız Elmar Əliyevdən getmir. Söhbət yalnız Gəncədən getmir. Ümumilikdə, ölkəmizi demək olar ki, öz zənginə almış bu xəstəlikdən gedir. Və əgər bu problem doğrudan da belə bir miqyasda mövcuddursa, bu da bugün artıq rəsmi sürətdə etiraf olunmaqdadır. Biz bunu bilirik, biz bunu görürük, bu məsələ gündəmdədir. Belə bir vəziyyətdə, yəni məmur öz başınalığının hökm sürdüyü bir şəraitdə, əgər vətəndaş etiraz edirsə, bu təbiidir, normaldır, belə də olmalıdır. Burada bir problem yoxdur. Problem nədir? Problem budur ki, niyə məhz belə bir forma? Zor, güc, silah, mən sizə deyim. Ağır məsələdir ki, elə bir vəziyyətə qarşı etiraz edən insan hər hansı bir formada bunu eləsin, onun niyyəti, məqsədi problemi aradan qaldırmaq. Yəni, ədaləti bərqərar edir. Ədalətin bərqərar olması isə təəssüf ki, heç də həyatda bizim istədiyimiz kimi realizə olunur. Bizim istəyimizə bağlı olan bir şey deyil. Əhəmiyyətli məsələlər, xüsusilə əhəmiyyətli məsələlərdə ədalət heç də gözəl sözləri deməklə bərqərar olmur. Hansısa sivil hərəkətləri yerinə yetirməklə bərqərar olmur. Demək, İmam Şəmilin bir sözü var, deyir, bu sözü düzdür, ədalət haqqında deyil, azadlıq haqqında deyil. Sağ Rusiyasına qarşı müqavimət göstərək. Ancaq ədalət haqqında da sözdür. Bu demişdə, azadlıq yalvar yaxırla əldə olunmur. Yalnız zorla, güclə və bəzən ədalətin də bərqərar olması məhz bu cür olur. Və əlbəttə ki, bu bizim xoşumuza gəlir. Zor, güc, xoşumuza gəlir. Ancaq məsələ bunda deyil ki, xoşumuza gəlir, yoxsa gəlmir. Məsələ bundadır ki, həyatın qanunu budur, reallıq bəzən bunu bizdən tələb edir. 30 ildir biz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdayıq. Dəlil, sübut, faktlar, vicdan, tarih, hamısı bizim tərəf. Ancaq nə fayda? Heç bir faydası yox. Bəs nə vaxt oldu fayda? O ki, ordumuz sarıldı silaha, 4 gün içində bu problem öz həllini tapdı. 30 illik həsrətə 4 gün içində son qoyuldu. Niyə? Çünki xoşumuza gəlməyən zor, güc tətbiq oldu. Elmar Əliyev indi Gəncəyə rəhbəri, Gəncə cəmaatının ona münasibəti hamıya bəllidir. Cəmaat ondan narazıdır, cəmaat ondan şikayətçidir. İstəmir o. Ən aşkar, obyektiv səbəblərə görə istəmir. Ancaq buna baxmayaraq, bu adam yenə də öz işində, öz gücündə, öz çirkin əməllərində davam edir. Neçə ildir. Etiraz, şikayət, müraciət, heç bir xeyri yoxdur. Neçə ildir. Bir nəfər əlinə silah götürən kimi problem öz həllini tapdı. Bu sözləri deməkdən mənim məqsədim zor, güc, vurmaq, öldürmək, bu tür şeyləri təbliğ eləmək deyil, mən bunun tərəfdarı deyiləm. Sadəcə onu göstərmək istəyirəm. Ədaləti bərqərar eləmək üçün bəzən həyat bizi özü zor, güc tətbiq eləmək məcburiyyətində qoyur. Və bu o qədər təbii bir məsələdir ki, o qədər təbii bir haldır ki, dünyada bir çox qanunlarda, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin son zərurət adlanan 38-ci maddəsində bu məsələ öz əksini tapır. Dünyada elə bir xalq yoxdur ki, o xalqın keçmişində, xüsusilə də haqsızlıq hökm sürdüyü ərəfələrdə öz fəaliyyəti ilə seçilən və bugün qəhrəman hesab olunan insanların əməllərində cinayət olmaz. Bizim çox da uzaq olmayan tariximizdə görkəmli ictimai-siyasi xadim Ağabey Ağaoğlu'nun yaratdığı fədailər, sonralar difailər adlanan məxfi təşkilatın üzvləri, əlbəttə ki, biz onları qəhrəman sayırıq. Həmən difaələrin üzvləri Gəncə qubernatorunun müşaviri Kliçenskini törətdikləri haqsızlıqlara görə Gəncədə Düzələ evinin qabağında güllənir. Və çox maraqlıdır ki, həmən bu Kliçenskini gülləyəndən sonra gecə ikən şəhərin müxtəlif yerlərinə bu məmurun cəzalandırılmasını izah edən müraciətdə yazıb yapışdırmışlar hər yerə. Ki, qoy hamı bilsin ki, bu məmur hansı səbəblərə görə cəzalandırılmışdır. Və ki, qoy digər, bu tip məmurlar da bu hadisədən özlərinə bir dərs çıxart. Bu bir tarixdir. Bizim tarix, fəxri tarix. Mən sizə sual verirəm, bu tarix sizə heç yəni xatırlamır, heç kəsi xatırlamır. Yunus Səfərovun əməllərini xatırlamır. Yunus Səfərov. Eynən difailər kimi məmuru cəzalandıran və sonra da bunun səbəblərini
ictimaiyyətə çatdırmaq niyyətində olan Yunus Səfərovun əməllərini xatırlanır, əlbəttə ki, xatırlanır. Və yaxud difalərin digər əməllərinə baxsaq, Qasaq nəbini götürsək, onun təşəkkül dəstəsini götürsək.